Axşamınız xeyir olsun, aktual gündəmi izləyirsiniz. Dünən söz verdiyimiz kimi bugün Türk Dövlətləri Təşkilatı çərçivəsində və Türk Dövlətləri Təşkilatının fəaliyyəti istiqamətində müzakirəmizi quracağıq. Məlum olduğu üzrə Qazaxstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşü keçirildi və zirvə görüşü süni intellekt və rəqəmsal inkişaf mövzusundaydı. Elə Azərbaycan prezidenti də Qazaxstan məhz bununla əlaqədar olaraq işgüzar səfərdə idi. Artıq dövlət başçımızın Qazaxstana işgüzar səfəri başa çatıb və bütün bu yekun məsələlərlə bağlı müəyyən mövzular istiqamətində bu axşam müzakirələrimizi aparacağıq. Belə ki, Türk dövlətləri, ümumiyyətlə Türk dünyası texnoloji həllərə bir keçid edir və bu istiqamətdə bütün bu atılan addımlar və keçid Türk dünyasına nə verəcək, həm də bu istiqamətdə müzakirəmizi quracağıq. Eyni zamanda qlobal güc balansı da dəyişir. Bu da Türk dövlətlərinin beynəlxalq həm də ticarətdə artan rolunu həm də təzahür etdirir və artan rolu nə qədərdir Türk dövlətlərinin beynəlxalq ticarətdə, bu məsələlərə toxunacağıq. Eyni zamanda qlobal enerji bazarında gərginlik yüksəlməkdədir. Bu da Türk dövlətlərinin, belə deyək, önəmini artırır və Türk dünyasına marağı artırır və Bakıdan Türkistana uzanan rəqəmsal bir körpü, söhbət, rəqəmsal İpək yolu çərçivəsində həyata keçirilən Transxəzər fiberoptik kabel xətlərindən gedir ki, Azərbaycan bu nöqtədə Cənubi Asiya və Avropa arasında, belə deyək, bir mərkəzə çevriləcək internet trafiklərinin daşınması baxımından bu nöqtədə bütün bunlar Azərbaycana həm də nə qazandırır, bu məsələlərə də aydınlıq gətirəcək. Sözsüz ki, istər-istəməz Hörmüz ətrafında artan gərginlik, bunun Qırmızı dənizə sıçrama ehtimalı, həmçinin ABŞ-İran müharibəsi, Rusiya-Ukrayna savaşı, bütün bu gərginliklərin fonunda sözsüz ki, dünyanın stabil bir coğrafi nöqtəyə ehtiyacı var. Burada da əlbəttə ki, Türk dünyasının rolu artmaqdadır və bu nöqtədə Türk Dövlətləri Təşkilatı Avropa İttifaqı modelinə çevrilə bilərmi? Həm də sual bundan ibarətdir. Məhz bu məqamlara da aydınlıq gətirəcək. Eyni zamanda qeyri-rəsmi zirvə görüşü çərçivəsində Türkistan bəyannaməsi imzalandı. Bu bəyannamənin əhəmiyyəti nədən ibarətdir? Həm də bu istiqamətdə detallara toxunacağıq. Çox uzatmadan qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Bu axşam studiyamızın qonağı politoloq Zaur İbrahimov, eyni zamanda siyasi şərhçi Məhəmməd Əsədullazadə və bizimlə Zoom bağlantısında beynəlxalq münasibətlər üzrə ekspert İsmail Cingözdür. Hər üçünüzün axşamı da xeyir olsun. İsmail hocam, sizinlə başlamaq istəyirəm bugün müzakirəmizə. Dünən də çox qısa danışmaq və müzakirə aparmaq belə də imkanımız oldu. İstərdim elə bu nöqtədə sizin şərhinizi alaq. Ümumiyyətlə belə bir vəziyyətdə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvə görüşünün keçirilməsinin əhəmiyyəti nədir? Əvvəla buradan fikirlərinizi alaq, daha sonra davam edəcəyik. Arzu Hanım, öncelikle size, Zaur Bey'e ve Mehmet Bey'e, Azerbaycan'a selamlar, iyi akşamlar diliyorum hepinize. Türk Devletleri Teşkilatı yeni bir dünya sistemi kurulurken önemi jeopolitik, jeostratejik, ekonomik her açıdan yükselen bir değer olarak önümüze çıkmakta. Öncelikle zirvenin önemi buradan yola çıkıyor. Çünkü dediğim gibi yeni bir dünya sistemi kurulmakta. Yeni dünya sisteminin de Doğu bloğunda Çin, Batı bloğunda İngiltere olacak şekilde bir dizayn söz konusu olduğu her geçen gün ortaya çıkmaktadır. Hatta dün de Çin'de yapılan Donald Trump ve Xi Jinping zirvesiyle gün yüzüne çıkan bazı gerçekler de konuşuldu programınızda. Çünkü Amerika Birleşik Devletleri her geçen gün güç kaybediyor. Soğuk Savaş'ın Doğu bloğunun önemli baş lideri Rusya güç kaybettiği zaten ortada. 1991'li yıllarda kontrol şekilde dağılması,
ve şu anda Ukrayna-Rusya savaşıyla baş edemeyen bir Rusya var. Rusya'nın artık küresel bir güç olmaktan düşmekte olduğu tamamıyla ortaya çıkmış oldu. Sadece enerji olarak biraz Batı'ya karşı gücü var. Enerji jeopolitik olarak, çünkü Avrupa ülkelerinin özellikle Rus doğal gazı başta olmak üzere enerjisine ihtiyacı olduğundan hareketli, ama o da zamanla artık Rusya'nın sadece doğal gazda değil askeri ve küresel gücünün olmadığı ortaya çıkmakta. Şimdi Türk Devletleri Teşkilatı tam da bu süreçte kendini ispatlamaya başlayan ve her geçen gün ete kemiğe bürünen bir örgüt olarak küresel güçte ben de varım demeye çalışan ve bu konuda adım adım ama rakiplerini de ürkütmeden, rakiplerinin de tepkilerini üstüne çekmeden, fakat biz ne kadar ürkütmeyelim desek de Türk dünyası olarak dikkatle takip edilen bir oluşum söz konusu. 2 gün süren bu zirvede de özellikle dijital entegrasyon ve yapay zeka politikaları başta olmak üzere orta koridor ve lojistik jeopolitik durum, enerji güvenliği ve bölgesel enerji koridorları, savunma sanayi ve güvenlik işbirliği, ortak ekonomik alan arayışı üzerinden ekonomik blok, ulaştırma ağı, enerji koridoru, teknoloji platformu, diplomatik koordinasyon merkezi haliyle günden güne gücünü ortaya koyan bir yapı var. Tabii ki bu yapımız şu an itibariyle henüz tamamlamadığı gücünü ve ekonomisini, askeri yapısını, ama tabii ki zamanla bunların hepsi gerçekleşecek. Çünkü hayatın her aşamasına dair entegrasyon, işbirliği devam etmekte. Yani hem devlet nazarında, hem halk nazarında, hem de sivil teşkilatlar ve kuruluşlar şekliyle de entegrasyonlar devam etmekte. Ortak alfabe başta olmak üzere ortak tarih, ortak kültürümüz zaten var. Fakat bunların aynı lisanla okunup yazılması, anlaşılması hareketiyle birçok atraksiyon, entegrasyon süreci devam etmekte. Fakat bununla ilgili olarak da eksiklerimiz elbette ki var, söylediğim gibi. Öncelikle bir ekonomik birliğimizin örnekler, işte Şanghay İşbirliği Örgütü, Avrupa Ekonomik Topluluğu gibi Avrupa Birliği adıyla devam eden yapılanma gibi entegrasyonlara ihtiyacımız var. NATO gibi askeri entegrasyonlara ihtiyacımız var. Bunlar da tamamlandıkta bu birliğimiz daha da görünür hale gelecek ve sadece şu anda 8 üye ve gözlemci üyelerle oluşan bir yapımız var. Ancak dediğim gibi başlangıçta ete kemiğe bürünmeye başladıkça biz de üye olalım, bizde de Türk nüfus var diyecek ülkelerin olduğunu da biliyoruz. Ve ben bununla ilgili daha önce yazdığım bazı makalelerimde ve çalışmalarımda ilerleyen süreçte biz de bu Türk Devletleri Teşkilatı'na üye olalım, çünkü bizde de Türk nüfus var diyecek ülkelere karşı aynı Avrupa Birliği'nin Türkiye'ye 1961'den bu yana dayatmış olduğu bazı şartlar vardı bizim üyeliğimizle alakalı. Biz de belli şartları oluşturmayan ülkeleri bünyemize almayacağımıza dair çeşitli altyapılarımızın oluşması gerektiğine de vurgu yapmak istiyorum. Çünkü daha Rusya %55 civarında Türk nüfusu barındırıyor. İran %50 civarında Türk nüfusu barındırıyor ve daha bununla ilgili Balkanlar, Kafkaslar'da, farklı ülkelerde de Türk nüfuslar var. Bunlar da yeni dünya sisteminde Türk Devletleri Teşkilatı güçlendikçe biz de üye olalım, biz de bir şekilde buna dahil olan diyecekler. Mutlaka diyecekler zamanla. Şu anda erken ama bunlara karşı bizim hazırlıklı olmamız gerekiyor. Liderliği ve yapıyı onların eline bırakmamamız ve onların eline geçirilmemesi için önlemleri almamız gerekiyor. Burada da antiparantez sizin programınız vasıtasıyla belirtmek isterim. Çünkü her ne kadar Türk Devletleri Teşkilatı yükselişini sürdürse de bazı yapısal sorunlarımız var. Hani bir eksiklerimiz var derken yapısal sorunlarımız da var. Rusya'nın Türkistan, Orta Asya üzerinden tarihsel bir etkisi var. 1991'e kadar bu coğrafyada etkili olan bir Rusya gerçeği önümüzde durmakta. Fakat Rusya'nın gücü kırıldıkça
bu etkisi zamanla azalacaktır ki Ukrayna-Rusya savaşıyla azalmaya başladığını da belirtelim. Çin'in bölgedeki ekonomik ağırlığı var. Küresel bir güç olarak kendisini inşa ederken küresel bir ekonomi olarak da büyük bir yapılanması var. Elbette ki bu etki var. Fakat kontrollü bir şekilde ticaret hacmimizle birlikte Türk Devletleri Teşkilatı olarak bunun entegrasyondan ziyade dostane ilişkilerle Çin'in etkisi de elbette ki kontrollü şekilde süreç yürütülebilir. Bunu necə kontrol edəcəyik? Necə nəzarətdə saxlayacağıq? Anlaşmalarımızla, ikili anlaşmalarla, Türk Devletleri Teşkilatı adıyla yapacağımız çoklu anlaşmalarla etkisinin kontrollü şekilde sürdürülebilirliği konusunda elbette ki hazırlıklı olmamız gerekiyor. Çünkü nice olacak derseniz ki dediğiniz soru olarak devasa bir ekonomi, fakat bizim de buna göre alacağımız tedbirler elbette ki olacak ve devletler nezdinde birebir ilgili anlaşmalarla birlikte aynı Avrupa Ekonomik Topluluğu gibi, Avrupa Birliği gibi bizim de toplu anlaşmalarla karşı şartlarımızla birlikte bu entegrasyonu süreci yürütmemiz gerekiyor. Mən istəyirəm İsmail hocam, Zaur müəllimdən soruşaq. Doğrudanmı Zaur müəllim, Türk Dövlətləri Təşkilatı bir Avropa İttifaqı modelinə çevrilə bilər? Çinin artan gücü fonunda, Rusiyanın gücü məlum məsələdir. Bu fonda Türk dünyasının inkişaf perspektivini ümumiyyətlə necə görürsünüz? Türk Dövlətləri Təşkilatının da həmçinin. Bu suala cavab verməmişdən əvvəl gəlin indi Türk Dövlətləri Təşkilatının indiki real vəziyyətini və gəldiyi nöqtəni təsvir etməyə çalışaq, analiz edək. Amma real, pafosdan uzaq. Bəli, pafosdan uzaq. Türk Dövlətləri Təşkilatı 2020-ci ildən transformasiya keçdikdən sonra indiyə qədər doğrudan da böyük inkişaf yolu keçib və indi hal-hazırda biz gerçək olaraq Türk Dövlətləri Təşkilatını siyasi əlaqələndirmə birliyi kimi qeyd edə bilərik. Yəni hal-hazırda Türk Dövlətləri Təşkilatı daha çox xarici siyasət fəaliyyətlərini, regional siyasətlərini, xarici qüvvələrin regiona yönəlik siyasətləri sahələrində siyasətlərini uyğunlaşdırmağa çalışan, müdafiə, təhlükəsizlik və iqtisadi inkişaf sahələrində ortaq layihələr həyata keçirməyə çalışan belə deyək, Dövlətlər Birliyidir. Biz hələlik Türk Dövlətləri Birliyinin institusional inkişafı yolunda çox yol getməliyik, çox inkişaf etməliyik. Lakin biz nəyə nail olmuşuq? Ən vacib ondan ibarət ki, biz bu Türk dövlətlərinin ümumi koordinasiyasının yolunu tapmışıq. Yəni bir çox aktual məsələlərdə Türk Dövlətləri Təşkilatı fəaliyyətlərini koordinasiya edə bilirlər. Və ikincisi biz nəhayət ki, tarixi imkan əldə eləmişik ki, xarici qüvvələrin təzyiqinə baxmayaraq doğrudan da real siyasi birliyə doğru hərəkətə başlayaq. Mən düşünürəm ki, bizim yəni Türk Dövlətləri Təşkilatının ən böyük nailiyyəti real siyasi, iqtisadi birliyə, hərbi, təhlükəsizlik blokuna doğru irəliləməyə başlamasıdır. Bu başlaması qeyd edilir, bu çox vacibdir. Bu istiqamətdə sürət bizi qane eləyirmi? Hesab edirəm ki, yox. Cavab verməyə çalışacağım. Bax, rəqəmlərə baxaq, sizin sual verdiniz ki, necə nəzarət eləyəcəyik? İlk növbədə geosiyasi güc mərkəzinə çevrilməklə. Geosiyasi güc mərkəzinə çevrilmək strateji məqsədin cənab prezident 2025-ci ildə oktyabr ayında, oktyabr 7-sində Qəbələdə keçirilən Türk Dövlətləri Birliyinin dövlət başçılarının sammitində bəyan elədi. Eyni zamanda biz Türkistan sammitində də cənab prezidentin belə bir güclü mesajla çıxış etdiyini gördük və cənab prezident qeyd edir ki, Türk Dövlətləri Təşkilatı güclü geosiyasi güc mərkəzinə çevrilməlidir. Hələ Qəbələdə də onu bəli, biz bax görürsünüz cənab prezident çox Mən belə güclü mesajı eşitmədim. Digər dövlət başçıları da düşünürəm ki, artıq güman edirəm ki, növbəti mərhələdə də bu məqsəd izləyəcəklər. Amma digər mesajı eşitməsək də biz həm Türkiyə dövlət başçısından cənab Erdoğandan, həm Özbəkistan dövlət başçısından cənab Mirziyoyevdən cənab prezidentin ünvanına
Prezident İlham Əliyevin ünvanında təşəkkürləri eşitdik. Türk birliyinin gücləndirilməsi bu istiqamətdə güclü səylərlə bağlı və hesab edirəm ki, cənab prezidentin irəli sürdüyü bu strateji hədəf və məqsəd Türk Dövlətləri Birliyinin bu inteqrasiya proseslərini də düşünürəm ki, sürətləndirəcək. Bu istiqamətdə əslində müəyyən irəliləyiş də var. Bax, biz necə cavab verə bilərik bu xarici təhdidlərə və sizin qeyd ediniz sonra. Baxın, Türkiyənin Türk Dövlətləri Təşkilatı ilə qarşılıqlı ticarəti artıq 2025-ci ildə 17 milyard dollara çatıb. Bu kifayət qədər yaxşı rəqəmdir. Son 3 ildə təxminən 4-5 milyard artıb. Və baxın, sürəti görürsünüz. Qazaxıstanın Türk Dövlətləri Təşkilatı ilə ticarəti 2025-ci ildə 40% artıb. Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə ticarəti Azərbaycanın ümumi ticarətinin 14,5%-dən gəlib çatıb. 14%-dən çoxdur hər halda. Görürsünüz, rəqəmlər böyük. Azərbaycanın Türk Dövlətləri Təşkilatı ölkələrinə qoyduğu sərmayə miqdarı 21 milyard dollardan çoxdur. Bu nəyi deyir? Yəni, bu rəqəmlər nəyi deyir? Biz digər rəqəmlərə də baxa bilərik. Biz orta marşrutun inkişafı barədə danışacağıq. Orada da rəqəmlər səsləndirəcəyik. Bu onu deyir ki, biz qarşılıqlı ticarəti artırmaqla, qarşılıqlı sərmayələri artırmaqla doğrudan da xarici təzyiqlərə qarşı effektiv müqavimət göstərə bilərik və mən bir misal çəkmək istəyirəm. Qırğızstan prezidentinin çıxışında o qeyd edir ki, bəli, biz Türk Dövlətləri Birliyinin vahid geo-iqtisadi məkana çevrilməsi potensialı var. Doğrudan da o da çox güclü mesajdır. Hal-hazırda güclü geosiyasi birliyə, güclü müdafiə təhlükəsizlik blokuna çevirmək üçün ilk növbədə vahid geo-iqtisadi məkan formalaşdırmaq lazım. Amma Zaur müəllim, üzr istəyirəm. Orada Qazaxıstan prezidenti amma qeyd etdi ki, məsələn, cənab prezident də bunu geosiyasi mərkəzə, həmçinin Qırğızstan prezidenti də qeyd edir, amma Qazaxıstan prezidenti bunu yalnız humanitar mədəni təşkilat kimi təqdim etməyə çalışdı. Və görürsünüz ki, müəyyən bu məsələlərdə müəyyən fikir ayrılığı var. Yox, mən tam elə qəti hökm verməzdim sizin kimi, amma onun mesajı digər mesajlardan fərqləndi. Fərqləndi, bəli. Məsələn, Qəbələdə niyə fərqləndi? Niyə belə? Görünür, bu Rusiya faktoru var. Qazaxıstan tərəfi müəyyən qədər həssas bir siyasət həyata keçirməyə çalışır. İstəmir ki, Çindən, Rusiyadan müəyyən təzyiqlər bu istiqamətə güclənsin. Çünki Çinin də kifayət qədər... Biraz əvvəl İsmail müəllim dedi ki, rəqiblərə qarşı ehtiyatlı davranmaq siyasəti. Mən düşünürəm ki, Qazaxıstan ehtiyatlıdır, amma artıq yeni dünya siyasi nizamı qurulur. Bu müstəvidə siyasi mövqe ortaya qoyulmalıdır. Necə ki, Azərbaycan prezidenti bu siyasi mövqeyi ortaya qoyur. Biz ümumiyyətlə Türk Dövlətləri Təşkilatını yalnız mədəni humanitar təşkilat kimi görmək istəmirik. Bunu Qəbələdə keçirilən zirvə görüşündə ötən cənab prezident qeyd etdi ki, biz artıq birgə hərbi təlimlər də keçirməliyik, hərbi ittifaq da qurmalıyıq. Orta dəhliz formalaşır və onun da əsas segmenti Zəngəzur dəhlizi olacaq və bu orta dəhlizin təhlükəsizliyi təmin olunmalıdır. Təhlükəsizlik nədən təmin olunmalıdır? Silahlı qüvvələrlə müəyyən bir hərbi amma Zaur müəllim dedi ki, ora hələ gedəcək çox yolumuz var. Yox, mən düşünürəm ki, siyasi iradə olarsa, bunu bir il ərzində, 2 il ərzində etmək olar. Təbii ki, mən razıyam. Olar, Zaur müəllim. Baxaq, Qazaxıstan bunu ifadə etməsə də, ötən il Qazaxıstan Azərbaycanda 2 hərbi təlim keçirdi. Bu tarixdə görünməmiş misli təlimləri. Biri Xəzər dənizində hər iki ölkəmizin hərbi dəniz qüvvələri təlim keçirdilər. Bu neft qurğularının müdafiəsi ilə bağlıdır və eyni zamanda hava məkanı müdafiəsi ilə bağlı Tərlan adlı təlimlər keçirilir. Bu doğrudan da görünməmiş bir miqyası idi. İkincisi, Azərbaycan və Türkiyə Efes təlimlərini keçirirlər. Turaz təlimləri var və biz Özbəkistanda keçirilən təlimlərə qatıldıq, Türkiyədə qatıldıq və Pakistan da qatıldı. Yəni, bu istiqamətdə irəliləyiş var. Sadəcə olaraq bu irəliləyişlər zamanın sürəti ilə ayaqlaşmır. Qısa izah etməyə çalışım. Türk Dövlətləri Təşkilatının inteqrasiyası Rusiya-Ukrayna müharibəsi başlayandan sonra yeni bir mərhələyə keçdi. Çünki Rusiyanın geosiyasi təsiri azaldı və bu müəyyən bir imkanlar pəncərəsi yaradıb. Amma bu imkanlar pəncərəsi əbədi açıq qalmayacaq. Doğrudur. Bu imkanlar pəncərəsi həmişə bu qədər əlverişli imkanlar olmayacaq. Mən demirəm ki, birbaş Türk Dövlətləri Birliyinin inteqrasiyasına mane olan şərtlər o qədər güclənəcək ki, biz bu prosesi apara bilməyəcəyik. Yox, bunu demək istəmirəm. Sadəcə indiki qədər əlverişli mühit olacağı özü mübahisəlidir. Yəni, nə qədər ki, əlimizdə bu əlverişli mühit var. İsmail bəy də qeyd elədi.
Rusiyanın geosiyasi reputasiyası aşağı düşür. Mərkəzi Asiya ölkələrinin Avropa İttifaqı, ABŞ-ın təsirlə Çinin təsirini tarazlaşdırmaq imkanı yaranır. Azərbaycan bunu eləyir. Eyni zamanda Türkiyədə regional güc kimi öz mövqeyini gücləndirir. Bu əlverişli bir mühit yaranıb. Sadə sözlərlə ifadə etsək. Bu imkanlar pəncərəsindən mümkün qədər çox sürətlə istifadə etmək lazımdır. Çox geniş istifadə etmək lazımdır. Azərbaycanlı İsmail müəllim, niyə sürətlə getmirik biz? Niyə sürətlə inkişaf eləmirik? Zamanın sürəti ilə ayaqlaşmırıq deyir Zaur müəllim. Şimdi şartlar yavaş yavaş oluşuyor. Yani birdenbire bu iş yeni dünya sistemi ha deyince kurulmuyor. Çünkü mevcut sistemde Rusya'nın liderlikten çekilmesi akabinde bir süreliğine Amerika'nın dünyada tek kutuplu, dünya jandarmalarına soyunduğu bir süreç var. İngiltere'nin sessiz sedasız Çin ile birlikte, yani Çin doğuda, İngiltere batıda ama İngiltere'nin mutlaka akıl fikriyle beraber Çin ortaklaşa bir sistem kuruyor. Biz de 1991'den bu yana bu Sovyet Rusya'nın kontrolü dağılmasından bu yana ha deyince oluşacak bir süreç yok. Çünkü 30-35 yılda yeni dünya sistemini ha deyince kuramıyorsunuz. Birlik, beraberlik. İşte şu anda 5 tane Türk Cumhuriyeti Türkistan coğrafyasında kendi ayakları üzerinde durmaya çalışırken her ülkenin ilk etapta kendine göre bir iç politikası, kendine göre bir dış politika algıları vardı. Bununla beraber Rusya'nın etkileri halen yani daha şurada düne kadar devam etmekteydi. Ukrayna-Rusya savaşına kadar Rusya'nın etkisi kabul edelim ki Orta Asya dediğimiz Türkistan coğrafyasında mutlaka böyle ya da böyle Rusya'nın bir etkisi, kuvvetli bir etkisi vardı. Bunlar ekonominin entegrasyonu ve en önemlisi olmazsa olmaz silahlı kuvvetlerin entegrasyonu süreci var. Mesela şu anda Türkiye NATO'dan bağımsız olabilecek derecelere varan bir savunma sanayinde atılım süreci yaşamakta. Fakat NATO doktrini var Türkiye'de. Rusya ile birlikte dağılan 91'de ayrılan 15 ülkede halen Rus etkisi ve Rus ekolüyle bir askeri yapılanma söz konusu. Türkiye, Azerbaycan'la Şuşa beyannamesiyle savunma doktrinini ortaklaşa yapmaya başladı ve Şuşa beyannamesi örneği yavaş yavaş diğer ülkelere, yani diğer Türk Cumhuriyetlerine de sirayet etme aşamasında. Bunların yani sadece ekonomiyle olmaz. Askeri yapılanmaların da entegrasyonu ve yedek parça dediğimiz askeri mühimmatların da askeri ekipmanların da birbirlerine uyumlu hale getirilmesi lazım. Bununla beraber fikri olarak da halkın tabandan tavana ya da tavandan tabana buna hazır olması lazım. Yani sadece düşünmekle olmuyor bu işler. Düşünmeyle başlıyor ama süreç entegrasyon, devlet kademesinde bütünleşme, biraz önce söylediğim sivil toplum kuruluşlarında bütünleşme, eğitim alanında bütünleşme, daha ortak elifba dediğimiz ortak alfabe daha yeni kabul edildi. Şurada bir sene olmadı. Ve bunun halen Kiril alfabesinden Latin alfabesine geçen Türkistan coğrafyası var. Bunun da lehçe farklarıyla beraber birbirlerini tamamıyla anlayacak pozisyona getirmemiz lazım. Yani hayatın her alanı ile birlikte ekonomik ve askeri, siyasi olarak bütünleşmek akşamdan sabaha olmuyor. Bunların biraz süreç istiyor ama süreç de yavaş yavaş önümüze ete kemiğe bürünmeye başlayacak şekilde adım adım geliyor. Bununla beraber bizim böyle bir küresel güç olmamızı engellemek isteyen ülkeler de var. Bunlara karşı da bir yandan siyasi, askeri, yani henüz daha askeri olmadı şükürler olsun ama siyasi ekonomik mücadeleler devam ediyor. Yani bize bunu altın tepsiyle sunmayacak küresel yapılanma. Yani ister ki Çin ve Londra aynı 1945'teki Soğuk Savaş'ta dünyanın ikiye bölündüğü gibi Türkistan coğrafyası da Doğu ve Batı şekliyle bölmeyi elbette isterler. Ama biz 1945 tecrübesiyle ve aynı etnik demografik yapılarımızdan dolayı fikri geçmişimiz ve askeri olsun, siyasal
kültürel birçok ortak geçmişimizden dolayı biz şu anda bu yeni dünya sisteminde doğu ve batı şekliyle bölünmeyecek şekilde oluşumları inşa ediyoruz. İsmail Ve hocam, bunlar biz ortaq olmayınca ortaya keçmişimizdən və təcrübəmizdən qaynaqlanan məsələlərə də toxunacağıq. Reklam fasiləsinə ayrılmalıyıq. Reklam fasiləsinə ayrılaq, geri dönəcəyik. Bəli, biz davam edirik. Məhəmməd, mən istəyərdim bu nöqtədə sizdən, sizin fikrinizi alaq və İsmail mənim də bəzi məqamlara toxundu ki, əslində Türk dövlətlərinin fərqli xarici siyasəti var. Onlar fərqli rotalar izləyirlər. Ümumiyyətlə, insan qaynaqları da bərabər deyil. Bütün bu qeyri-bərabərlik Türk Dövlətləri Təşkilatının, belə deyək, geosiyasi aktora çevrilməsinin qarşısında sanki bir əngəldir. Bu əngəl necə aşılmalıdır? Mən düşünürəm ki, bilirsiniz ki, Zaur müəllim bayaq qeyd etdi ki, müəyyən indi pəncərə açılıb. Rusiyadır, başı qarışıb, Çinin müəyyən qədər başı qarışıb, əlavə digər regionlara. Amma biz fikir verək, Türk Dövlətləri Təşkilatının inkişafında Böyük Britaniyanın və Avropa İttifaqının da ciddi marağı var. Məhz Zəngəzur dəhlizi də məhz Mərkəzi Asiyanın, Türkistanı, Avropa, Böyük Britaniya ilə birləşdirən əsas nəqliyyat dəhlizidir və Qərbdə məhz Mərkəzi Asiya Xəzər hövzəsindən, Ləçindən gələn yüklərin də qərbə daşınmasında məhz Türk Dövlətləri Təşkilatının inkişafında maraqlıdır. Yəni bu nəqliyyat dəhlizi, orta dəhliz Türkistan ərazisindədir. Cənubi Qafqaz Türk dövlətlərinin ərazisindən keçir. Yəni bu xüsusda mən hesab edirəm ki, ciddi şəkildə Azərbaycan siyasi iradə ortaya qoyub. Həmçinin Türkiyədə, Mərkəzi Asiya ölkələri də bu xüsusda düşünürəm ki, siyasi iradə ortaya qoyulsa, bu müstəvidə biz Qərbdən çox ciddi şəkildə dəstək alırıq. Yəni də deyirəm, Böyük Britaniyadır, Avropa ölkələri bu müstəvidə dəstək verir və ayrı-ayrı şəkildə də Avropa ölkələrinin də Mərkəzi Asiya siyasətləri həm Böyük Britaniyanın da, ABŞ-ın da, Fransanın da bilirsiniz ki, iki tərəfli onların da öz zirvə görüşləri keçirilib, istər Vaşinqtonda, həm Fransanın prezidenti gəlib, Mərkəzi Asiya. Yəni bu yollar hamısı bu dəstəkdir, yoxsa Fransanın Mərkəzi Asiyada öz maraqları təmin etməkdir. Uran, əsasən Uran. Mən demirəm ki, dəstək sadəcə olaraq müəyyən mənada qərb ölkələri, xüsusilə Fransada elə orada olsun. Bilirsiniz, Türk Dövlətləri Təşkilatının Rusiya və Çinin təzyiqindən müəyyən qədər neytrallaşdırılması istiqamətində də dəstək verir ki, karbohidrogen ehtiyatları Türk dövlətləri bir olsun və xarici təzyiqləri neytrallaşsın və karbohidrogen ehtiyatları bu ərazidən keçsin orada dəhliz istiqamətinə, öz maraqları prizmasından. İkincisi, Fransa onsuz Makron dövrüdür. Makron da çıxıb gedəcək. Fransa Makrondan da ibarət deyil. İkincisi, Türk Dövlətləri Təşkilatına təəssüf ki, mən Şimali Kipri görə bilmədim. Çünki bilirsiniz ki, görə bilmədim Şimali Kipri. Siz görməmişsiniz, amma Şimali Kipr Türk Respublikasının rəhbəri orada. Orada üzr istəyirəm. Məsələn, Şimali Kipr, onu demək istəyirəm ki, Türk Dövlətləri Təşkilatı Şimali Kipr Türk Cumhuriyyətinin müstəqilliyini tanımalıdırlar. Ersin Tatar mənim yadımda qaldı, üzr istəyirəm ona görə. Birincisi bu. İkincisi də biz viza məsələsində, gömrük məsələsində sadələşdirilməyə getməliyik. İqtisadi sayədə. Məsələn, Avropa İttifaqı necə yarandı? İlk növbədə bir iqtisadi bir birlik kimi yarandı. Sonradan bunu siyasi ittifaqa çevirdilər. İndi hərbi ittifaq istiqamətində də siyasət həyata keçirirlər. Biz də Türk Dövlətləri Təşkilatını birinci humanitar məsələlərdən başladı. İlk dövrdən dil məsələsi, humanitar əlaqələr. İndi biz bunu sonra gətirdik siyasi əlaqələrə. Siyasi əlaqələrdə də bunda Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çox zəhməti var bu istiqamətdə. İldə bir dəfə zirvə görüşü, sonra qeyri zirvə görüşləri keçirildilər Qarabağda da. Siyasi əlaqələr, diplomatik əlaqələr möhkəmlənir və üçüncüsü artıq biz bunu geosiyasi mərkəz istiqamətində artıq Azərbaycan Türk Dövlətləri Təşkilatının strategiyası xəttini müəyyən edir və bunu biz növbəti mərhələdə hərbi gücədə çevirməliyik. Amma iqtisadi mərkəz üçün yenə də deyirəm ki, biz məsələn İsmail müəllim dedi, xalqlar arasında əlaqələri qurmaq. Ona görə də biz təhsil istiqamətində biz tələbə mübadilələri aparmalıyıq.
İqtisadi sahədə Özbəkistan da Azərbaycana yatırımlar edir. Burada fabriklər açır, işğaldan azad olmuş ərazidə. Məktəb tikib, Füzulidə, bir Qazaxıstan da həmçinin, Azərbaycan da artıq Özbəkistanda müəyyən investisiyalar, layihələr həyata keçirir. Müəyyən bankda bir səhmini də Azərbaycan alıb. Və bu Qazaxıstanla da bu istiqamətdə olmalıdır. Qırğızstanla da bizim iki tərəfli əlaqələrimiz yüksəkdir. Amma biz Türk Dövlətləri Təşkilatında artıq yeni bir geosiyasi mərkəzə çevirməli. Bilirsiniz, Mərkəzi Asiya ölkələri son 2 ilə qədər bir-birlərinin arasında çox ziddiyyətlər var. Hətta müharibə şəraitini deyirlər. Bilirsiniz ki, orada da ərazi münaqişələri var. O vaxt Sovetdən qalma. İndi bu günləri Qazaxıstan, Özbəkistan, Qırğızstan üst tərəfli sərhəddə bir dostluq abidəsi yaradılır. Mən hesab edirəm ki, məhz Türk Dövlətləri Təşkilatında bunların daimi bir yerdə olması, dostluq, qardaşlıq mesajları verməsi, əlaqələrin qurulması məhz Mərkəzi Asiya Türk dövlətləri arasında da artıq bu sərhəd problemini də həllinə gətirib çıxarıb. Mən düşünürəm ki, indi geosiyasi şərtlər formalaşır, yeni dünya siyasi nizamı qurulur. Türk Dövlətləri Təşkilatı yalnız onda güc mərkəzi ola bilər ki, geosiyasi mərkəz ola bilər ki, bunun hərbi gücü olsun. Rusiya Çin buna qısqanclıqla yanaşacaq. Amma biz bunu ilk növbədə orta dəhlizin təhlükəsizliyini təmin etmək istiqamətində bir hərbi blok, hərbi bir bölmə kimi yarada bilərik. İlk bundan başlamaq olar. Sonra dediyim kimi iqtisadiyyat sahəsində liberal iqtisadiyyata keçmək lazımdır. Məsələn, Özbəkistan keçir, Qazaxıstan keçib. İndi Türkmenistanın da vəziyyət bir o qədər deyil. Türkmenistanın baxışında da Türk Dövlətləri Təşkilatında müəyyən suallar doğru. İndi o bir tərəf ölkədir. Bu suallar nə ilə bağlıdır Zaur müəllim? Mərkəzi Asiya hal-hazırda müxtəlif həm geosiyasi müstəvilərdədir, həm də müəyyən iqtisadi məsələlərdə həm Çindən asılılıq artır, həm də Rusiya amili var. Bax, bunları rəqəmlərlə göstərməyə çalışaq. Türkmenistan qazının 80%-nin çoxu Çin alır və Türkmenistan büdcəsi yalnız bir mənbənin hesabına formalaşır. Əsasən, o da Çinə satılan təbii qazın hesabına və o cümlədən neftin hesabına. Yəni, Türkmenistan hal-hazırda bilavasitə və birbaşa Çinə enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərdən asılıdır. Türkmenistan və Qırğızstanın dövlət borcunun 40%-dən çoxu Çinə məxsusdur. Çinin Eksim Bankına məxsusdur. Çinin 2025-ci ildə bir kəmər, bir quruş şax yol layihəsi çərçivəsində Çin Eksim Bankının, dövlət bankının ən çox yatırım etdiyi ikinci ölkə Qazaxıstandır. Birinci Səudiyyə Ərəbistanıdır, ikinci Qazaxıstandır. O cümlədən Qırğızistan və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi kollektiv təhlükəsizlik müqaviləsi təşkilatının üzvləridir. Və eyni zamanda Qazaxıstan neftinin Rusiya-Ukrayna müharibəsi başlanana qədər əsas ixracı Rusiyanın nəzarətində olan, Rusiya şirkətlərinin nəzarətində olan Kaspi boru sistemi vasitəsilə ixrac olundu və yalnız bütün postsovet məkanında ilk dəfə olaraq Bakı, Tbilisi, Ceyhan yeganə boru kəməridir ki, bu Rusiyanın nəzarətindən kənarı və Rusiya ərazisindən keçmədən layihələndirildi və həyata keçirildi. Ardınca sadəcə Bakı özünün zəmanətləri, riskləri, maliyyəsi hesabına Cənub Qaz Dəhlizi layihəsini icra elədi. Və biz eyni modeli indi Mərkəzi Asiya ölkələrinə təklif edirik. Bax, indi imkan yaranıb nəyi nəzərdə tutuldu? Bax, biz indi Qazaxıstan neftini daşıyırıq və Türkmenistan neftini daşıyırıq hal-hazırda. Və biz Xəzər üzərindən Çindən gələn yüklərin daşınması doğrudan da bu il rekord həddə çatdırmışıq. Son illərdə 7 dəfə artıb və çox böyük ehtimalla qarşıdakı illərdə də böyük artım göstərəcək. Məsələn, Azərbaycanın üzərindən keçən tranzit yük 2022-ci ilə nisbətən doğrudan da 3 dəfə yarım artıb. Yəni, biz indi Ələt limanını əsas haba çeviririk və çox böyük ehtimalla yaxın illərdə 500 min vaqon konteyner daşımasına çevriləcək. Tarixi imkanlarında bax bunları nəzərdə tuturuq. Təsəvvür edin ki, bu 2022-ci ildən əvvəl bunları etmək mümkün deyildi. Rusiyanın çox böyük təsiri var idi. İndi Avropa İttifaqının qlobal qapılar və ya qlobal keçidlər layihəsi çərçivəsində Mərkəzi Asiya böyük marağı var, böyük investisiya olur. Nadir
minerallar sahəsində Avropa ölkələri maraq göstərir, ABŞ maraq göstərir. O cümlədən Çinin investisiyalar artır. Çinin Qazaxstana 45 milyard dollar investisiyası var. Özbəkistana 25 milyard dollar investisiyası var. Və bu ölkələrin bütün rəqəmsal sistemi Çinin iki şirkəti Huawei və ZTE şirkətlərinin üzərində qurulub. Və biz nəyi təklif edirik? Biz təklif edirik ki, nə qədər ki, bax, bu yeni dünya nizamının arxitekturası formalaşıb qurulur, bu ərəfədə biz nə qədər irəli gedə bilib yeni geosiyasi reallıqlar yarada bilsək, o zaman biz həm bu xarici təsirlərə uğurlu müqavimət göstərəcək, həm də inteqrasiyamızı bir o qədər gücləndirəcək. Azərbaycan bunu öz təcrübəsində sınaqdan keçirdik. Biz Cənub Qafqaza Rusiyadan kənar proses formalaşdırdıq. Sülh prosesini apardıq və biz Cənub Qafqazda faktiki real yeni geosiyasi reallıqlar formalaşmışdıq və bütün xarici oyunçular bunu qəbul ediblər. Biz bunun kiçik formatda, yəni asta-asta, mərhələ-mərhələ Mərkəzi Asiya, Xəzər hövzəsi və Cənub Qafqaz daxil olmaqla etməyi təklif edirik. Cənab Prezidentin mesajındakı Türk Dövlətləri Birliyi güclü geosiyasi mərkəzə çevrilməlidir mesajı məhz bu vizyonu təqdim edir. Əlbəttə, burada problemlər çoxdur, qeyd elədik bu problemlər. Lakin siz oturub gözləsəniz ki, bu problemlər öz-özünə həll olunacaq, bu problemlər öz-özünə həll olunmuyor. Ya da siz gözləsəniz ki, bundan daha yaxşı tarixi vəziyyət yaranacaq, daha yaxşı tarixi vəziyyət yaranmayacaq. Siz həmin o tarixi vəziyyəti özünüz formalaşdırmalısınız, öz təşəbbüslərinizlə, öz təlimlərinizlə, nisbətən bəzən hətta mümkün olmayan görünən addımlarla bunları formalaşdırmaq lazımdır. Baxın, orta marşrutu götürək. Orta marşrut bizim Mərkəzi Asiya bölgəsinin, Cənub Qafqazı vahid, həmçinin Türkiyənin vahid geo-iqtisadi məkana çevrilməsinin ən böyük alətidir. Yəni, potensial oradan başlayır. Onun işləməsi istiqamətində düzdür, addımlar atılıb, rəqəmsal texnologiyalar tətbiq olunub, maya dəyəri 15% ucuzlaşıb daşımaların və artıq Çindən Türkiyəyə gəlmək günü 9-12 günə düşüb. Bu pis deyil. Amma siz baxın, siz Qarsdan Mersinə yükü bir günə daşıya bilirsiniz Türkiyədə. Qarsdan Mersinə. Yəni infrastruktur o qədər yaxşı inkişaf edib. 24 saatda yükü çatdıra bilirsiniz. Amma Çindən siz gəlib Türkiyə çatdırsanız söhbət Qarsdan gedir. Bu 9-12 günə başa gəlir. Bu gələcəkdə bu azalmalıdır. Bu rəqəmsallaşmalıdır. Bu gömrük prosedurları uyğunlaşdırılmalıdır. Rəqəmsal göndərişdə rəqəmsal bəyannamələr olmalı. Cənab Prezident bunun bir hissəsini qeyd elədi. Türkistan. Həm də fibr optik internet xətti də çəkilir. Yəni siz ikinci istiqamət rəqəmsal istiqamətdir. Bu data bazalarının əlaqələndirilməsi və rəqəmsal suverenliyin əldə olunması, onun doğru hərəkət. Yəni bu hər iki istiqamətdə də xarici qüvvələrin təsirindən asılı olmadan çoxlu irəliləyişlər əldə etmək mümkündür. Lakin bu irəliləyişlər təəssüf ki, o qədər də sürətlə getmir. O qədər də sürətlə getmir və hesab edirəm ki, bunlar Cənab Prezident bu mesajları verməklə, bu Türkiyə Prezidenti Cənab Erdoğan da bu mesajları verdi. Yəni, Mərkəzi Asiya ölkələrinin prioritetləri sırasında Türk inteqrasiyası daha ön plana çıxmalıdır. Bax, biz bunu nəzərdə tuturuq. Bizim açıq deyimsə, mən deyəndə ki, humanitar əlaqələr güclənsin, cəmiyyətlər güclənsin. Mən bunu vacib hesab edirəm. Ancaq mən düşünürəm ki, bizim üçün bu problem deyil. Mən demək olar ki, Mərkəzi Asiya ölkələrində olmuşam, Özbəkistanda olmuşam, Qazaxstanda olmuşam. Və bizim cəmiyyətlərin inteqrasiya problemi yoxdur. Yəni, siz özünüzü çox rahat hiss edirsiniz. Daşkənddə də, Ankarada da, Astanada da çox rahat hiss hesab edirsiniz. Yəni, biz müəyyən bir infrastrukturu qurulsaq, həmkarım Məhəmməd bəy düz dedi, bu viza məsələləridir, sərhəd keçid məsələləridir. Bunları asanlaşdırsaq və iqtisadi yatırımı artırsaq, turizm potensialını gücləndirsək, mən düşünürəm ki, biz həm xarici təsirləri azalda biləcəyik və ən vacibi biz nə qədər ki, bu yeni dünya düzəni qurulur və burada müəyyən imkanlar var. Kim hansı reallıq yaratdı, o reallıqdan hesablanacaq. Bax, gəlin əsrin əvvəllərinə. Əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti yarandı, müəyyən bir reallıq yarandı, müəyyən bir sərhədlər formalaşdı və biz 100 il sonra o sərhədlərlə getdik. Gəlin ötən əsrin 90-cı illərinə. Azərbaycan baxmayaraq ki, ərazidən 20%-ni itirdi, Rusiyanın köməyi ermənilər işğal elədi, lakin Azərbaycan son ana qədər öz mövqeyində qaldı, suverenliyini qorudu, əsrin müqaviləsini imzaladı, neft sənayesini inkişaf elətdirdi və ilk dəfə olaraq xarici sərmayə Xəzər hövzəsinə gətirdi və bu reallığı dünya qəbul elədi. Və bu təcrübədən çıxış eləyir Azərbaycan qeyd edir ki, nə qədər ki, indi bax bu müəyyən qədər pəncərə var, bu pəncərədən istifadə etmək lazımdır. Nə qədər ki, əlverişli mühit var, daha demirəm istifadə olunmur. Amma daha çox istifadə etmək lazımdır. Prioritetlər daha sürətlə ön plana çıxmalıdır. Söhbət Türk inteqrasiyası prioritetlərindən gedir. Bax,
Azərbaycan baxışı, Azərbaycan vizyonu bundan asılıdır ki, biz nə qədər tez orta marşrutu cazibədar etsək, sərmayə cəlb etsək. Azərbaycan özü bunu eləyib də, Cənub qaz dəhlizini eləyib, Bakı-Tbilisi-Ceyhan eləyib, Bakı-Tbilisi-Qarsı eləyib. Biz nə qədər bunları etsək, zamanında hətta Bakı-Tbilisi qarşısını çəkilmədə Türkiyəni inandırmaq lazım oldu. Ən sonuncu Türkiyə hissəsi çəkildi Bakı-Tbilisi qarşı, dəmir yolu. Yəni bunu da demək lazım. Yəni Azərbaycan dəfələrlə bunu eləyib. Yəni biz nə qədər yenə də eyni təcrübəni inandırmaq istəyirik. Yəni Türk ölkələri, mərkəzi ölkə biraz tarixi imkanlardan daha cəsarətlə istifadə etmək lazımdır. Məsələn, bu iqtisadi ittifaq, məsələn, təklif edərdim ki, Xəzər iqtisadi ittifaqı yaradılsın, Xəzər gömrük ittifaqı. Məsələn, burada Türk Dövlətləri Təşkilatı tərkibində Xəzər gömrük ittifaqı tərəflər problem var. Bir də ölkələrin Avrasiya İqtisadi Əməkdaşlıq məkanındalar olan fərqli özünün gömrük sistemi var. Amma yaradıla bilər. Qeyd etdiyim ki, bu istiqamətdə bəli, istiqamətdə məsələn təklif edirəm ki, Xəzər gömrük ittifaqı yaradılsın, orada nizamnamə qəbul edilsin. Bu daha çox inteqrasiya gətirib çıxara bilər. Həmçinin məsələn xalqlar arasında əlaqələr, məsələn təyyarə biletləri çox bahadır, aşağı salmaq olar. Həm Qazaxıstana gəmi bərə xətti sərnişin gəmini fəaliyyətə başlatmaq olar. Türkmənistana var, indi bildiyim qədər dayanıb onu. Sonra Qazaxıstan istiqamətinə Özbəkistana da bərə sərnişin gəmisi təşkil etmək olar. Qazaxıstan oradan da keçir Özbəkistana. Yəni bunlar var. Sadəcə olaraq işlətmək lazımdır, reallaşdırmaq lazımdır. Perspektivlər var. Mən hesab edirəm ki, bu istiqamətdə proseslər məhz Azərbaycanın təklif etdiyi istiqamətdə Sizcə mütəşəkkil fikir yoxdur? Sadəcə olaraq mütəşəkkil fikir yoxdur. Azərbaycan bunu təkliflər verir, amma Mərkəzi Asiya ölkələrində fikir yoxdur deməyək. Mütəşəkkil fikir sadəcə dedim ki, bunun necə reallaşdırmaq məsələsində ola bilsin, baxışlar fərqli. Niyə inandıra bilmirlər İsmail müəllim? Amma baxın, Bakıdan Özbəkistana girmək, Qazaxıstana girmək biraz çətinləşir. Bununla biraz inteqrasiyanı da tam etmək olmur. Niyə inandıra bilmirlər İsmail müəllim? Şimdi biraz önce söyledim. Fikri olarak halkın tabandan tavana buna hazırlıklı olması lazım. Yani biz yapabiliriz'e inanmamız lazım. Xalq hazırdır. Xalq hazırdır deyir. İsmail bəy yaxşı fikir söylədi ki, xalq bu yapabildiyine inanmalıdır. Tam doğrudur, evet. Tam doğrudur. Bəli. Yani biz inanmamız gerekiyor. Öncelikle bir inanmamız gerekiyor. Yapabiliriz diye. Çünkü yıllarca birbirimizden ayrı kalmışız. Yıllarca işte Sovyet baskısı ya da yıllarca Türkiye'nin NATO'yla entegrasyonu, yani sadece Türkistan coğrafyasında değil, Türkiye'de de NATO'yla, Avrupa'yla birlikte olmak ve Avrupa bize müsaade eder mi? Amerika bize göz yumar mı? İşte Rusya buna müsaade eder mi? Çin buna ne der? İşte İngiltere ne der? Ama o bitti. O bitti. İndi əlverişli şərait yaranıb deyirlər hocam. İşte bir günde olmuyor. Yani bunlar bitti ama 30 küsür yıl geçti üzerinden. Yani bundan sonra da ekonomik olarak yapabileceğimizi, askeri olarak yapabileceğimize inanmamız gerekiyor. Bakın bugün Türkiye savunma sanayinde kendi kendine yeter derecenin %83'leri bulmuş. Türkiye bugün 183 ülkeye geçtiğimiz Temmuz ayında askeri silah satabilme konusunda anlaşma imzalamış 183 ülkeyle ve Türkiye artık NATO'dan bağımsız kendi kendine yeter hale geldiğine inanmaya başladı. Ama biraz önce dedim ortak savunma doktrinini de Türk Devletleri Teşkilatı olarak kurmamız gerekiyor ki biz önümüzde İran Amerika savaşı var, Ukrayna Rusya savaşı var. Örnek olarak biz lojistik olarak birbirimize sadece Türk Devletleri Teşkilatı olarak askeri lojistik olarak birbirimize yetmemiz gerekiyor. Ekonomik olarak zincirinde birbirimize yetmemiz gerekiyor. Mesela Türkiye bir materyal ürettiği zaman bunu Türk Devletleri Teşkilatı başka bir ülkede var deyip almayacak. Türkiye'de bunu mesela Kazakistan ürettiği bir malzemeyi yani kendi içinde Türk devletleri birbirlerinin birinci tedarik zincirinde olması gerekiyor. Biz yapamıyorsak bunu üçüncü ülkeden tedarik etme yerine koyma hamlemiz olması gerekiyor. Yani biz öncelikle kendi kendimize yeter hale gelmemiz gerekiyor. Tamam, siz dediniz artık biz fikri olarak buna hazırız ama ekonomik olarak hazır olmamız gerekiyor. Kendi para birimlerimizin
küresel manada geçer hale getirilmesi gerekiyor. Bakın şimdi bir veri hazırlarken ne diyoruz? İşte ticaret 100 milyar dolar iç ticaret hacmine Türk Devletleri Teşkilatı'nın ulaşması gerekiyor diyoruz. Para birimi olarak doları koyuyoruz. Niye dolar? Türk devletlerinin kendi arasında bir, aynı Avrupa Birliği'nde euro olduğu gibi Türk Devletleri Teşkilatı da kendi arasında bir para birimi oluşturabilir ve bununla da para ölçümlerini kendi para birimlerimizle yapabilmeliyiz mesela. Yani dolara, petrodolar gibi işte ekonomik dolara bağımlı hale değil, biz kendi kendimize her hal ve şartta yetmemiz gerekiyor. Yani sadece fikri olarak hazırız ama diğer yönlerden de hazır olmamız Amma hesab gerekiyor. edirəm ki, hocam, ən önəmli aşamanı keçmişik. Fikri olaraq hazır olmaq məsələsində. Önəmli olan da elə budur. Təşəkkür edirəm sizə, hər birinizə suallarımızı ətraflı cavablandırdınız. Minnətdaram, efir vaxtımız yekunlaşdı. Təəssüf ki, Azərbaycan prezidentinin də söylədiyi kimi elə biz də inanırıq ki, Türk dünyası 21-ci əsrin əsas siyasi güc mərkəzinə çevriləcək. Dövlət başçımız dedi ki, çevrilməlidir və biz də inanırıq ki, çevriləcək. Siz aktual gündəmi izləyirdiniz. Aktual gündəmin növbəti buraxılışlarında görüşənədək salamat qalın.